Salam uşaqlar. 93-ün davamını edirəm. Diqqətlə qulaq asın. 24-cü tapşırıqdır. Velosipedçi əvvəlcə 1 saat ərzində 11 km, sonra 1 saat ərzində 12 km gedib. Velosipedçi orta sürətini tapın. Sürətlərimiz 1 saat, bir də 11 km. Sürət nə verir? 11. Sürətimiz 11. 1 saat ərzində digər sürətini də tapıram. Bu da ikinci olsun, bu birinci olsun. Aha. Yine də 12 bölünsün 1. Bu da 11 bölünsün 1. 11, bu da 12. İndi deyir ki, orta sürətlərini tapın. V1 üzərinə V2 gəlirəm, bölürəm 2-yə. 11 üzərinə 12 gəlirəm, bölürəm 2-yə. O da 11 tam 10'da 5 edir. Keçirəm 25-ci tapşırığı. 25'də nə deyir? Birinci saat bu qədər yol gedib. Bu qədər, ikinci saatda bu qədər, üçüncü saatda bu qədər. Orta sürətini soruşur. 85 tam 10'da 2 üzərinə 91 tam 10'da 2 üzərinə 87 tam 10'da 9 bölürəm nəyə? 3'ə. Bunların toplam sayını toplayaq. 85 tam 10'da 2 toplam 91 tam 10'da 2 topla 87 tam 10'da 9 bölürəm 3'ə. 3 dənədir ədəd. 3 dənə ədəd olduğuna görə ədəd ortası budur. Cavabımız 88 tam 10'da 1 kilometr bölünsün saat. Keçirəm 26-cı tapşırığa. Qatar birinci saata bu qədər yol, ikinci saata bu qədər yol, üçüncü saata bu qədər, dördüncü saata bu qədər. Orta sürətini tapın deyir. Demək 68 tam 10'da 8 üzərinə 72 tam 10'da 6 üzərinə 69 tam 10'da 8 üzərinə 76 tam 10'da 4 gəlirəm. Neçə dənə var gedilən yollar? Orta sürətini. Birinci saat 1'ə böləndə elə özü eləyir deyə. Orta sürətini tapırıq. Bu ədədləri toplayırıq. 68 tam 10'da 8 üzərinə 72 tam 10'da 6 üzərinə 69 tam 10'da 8 üzərinə 76 tam 10'da 4 bölünsün 4'ə. Cevabımız 71 tam 10'da 9 kilometr bölünsün saat. 27-ci tapşırığa baxırıq. Deyir ki, bu ədədlərin ədədi ortası 39'dur. Uşaqlar, baxırıq, hansı ədədlərdən söhbət gedir? 23 üzərinə x üzərinə 60 üzərinə y üzərinə 35 üzərinə 66. Bu ədədlərin ədədi ortası 1, 2, 3, 4, 5, 6. Yəni 6'ya bölünəcək. Ədədi ortası 39'dur. Demək, bu ədədlərin toplamı nəyə bərabərdir? Uşaqlar, bu bölməli sağa gələndə vurma olacaq. Yəni 39'u 6'ya vuracaq. 23 topla x üzərinə 60 üzərinə y üzərinə 35 üzərinə 66 nəyə bərabərdir? 39 vurulsun 6'ya. Gəlin bunları hesablayalım.
23'ün üzerine 60 geldi. 83 üzerine 35 gelirik. 35 üzerine 66 geldi. 83 üzerine 35 üzerine 66 geldi. 184. X topla Y üzerine 184 beraber 39'u vuracağım 6'ya. 234. Demek X topla Y'in cəmi neye beraberdir? Sağa gələndə ne olur? Çıxma. X topla Y bir yerde 0, 13'ten 8 çıxanda 5, birdən də 1, 0. Demək, X topla Y-in cəmi nədir? 50'dir. Bizə ədədi ortasını soruşur bu ədədin. Ədədi orta nə idi uşaqlar? Toplam ədədin yarısı. Yəni, baxın, X topla deyib bu ədədin yarısını tapın. X və Y ədədlərinin ədədi ortası. Yəni, bunun ədədi ortası. Bunun özü neçədir bizdə? 50'dir. Qoyuram yerinə. 50 bölünsün 2. Və nə etdi cavab? 25. Yirmi 8'e baxırıq. Cəmi 720 olan A sayda ədədinin ədədi ortası 60 olarsa A-nı tapın. Cəmi 720 olan A sayda ədədinin ədədi ortası isə 60'dır. Baxın, tutaq ki, eyni sayda bunların cəmi, yəni bilmirik hansı ədədlərdir. Bunların cəmi bir yerdə 720'dir. Olan A sayda, yəni A'ya baxırıq. A'dır. Ədədi ortası A sayda olan ədədin ədədi ortası A sayda olan ədədin ədədi ortası 60'dır. Nə edirik? 720'ni baxın, cəmi nəyə bərabərdir uşaqlar? Bax, bunların toplamı burada nəyə bərabərdir? Baxın, belə zənn edin. Biz sürətdə ədədi ortada necədir? Burada toplanmalar olur. Bilmirik də hansı ədədlərdir. Bu toplananların cəmi nə verib? 720. 720'ni nəyə bölsək 60 eləyir? Demək, A-nı tapırıq. A nəyə bərabərdir? 720 bölünsün 60'a. A da bərabərdir 12'yə.